Zaman dəyişdikcə ailə daxilində dəyərlər, tərbiyə üsulları və valideyn məsuliyyəti də dəyişir. Xüsusilə sosial şəbəkələrin təsiri, informasiya bolluğu və cəmiyyətin fərqli gözləntiləri uşaqların tərbiyəsini əvvəlkindən daha mürəkkəb prosesə çevirib. Bəs müasir dövrdə qız yoxsa oğlan uşağını böyütmək daha çətindir? Psixoloq Qətibə Abdullayeva bildirir ki, oğlan uşaqları adətən daha hərəkətli və riskə meyilli olur. Aqressiyanı və enerjini düzgün yönləndirmək tələb edir. Hisslərini ifadə etməkdə bəzən çətinlik çəkə bilirlər. Qız uşaqları isə həssas və emosional olur. Həmçinin sosial təzyiqlər, məsələn, görünüş və davranış gözləntiləri qızlara daha çox təsir göstərə bilər. İndiki dönəmimizdəki çətinliklər çoxdur. Bu dönəmdə bizim bir oğlan övladına sən ağlaya bilməzsən, kişi möhkəm olmalıdır, duyğularını bildirməməlidir, ağlamamalıdır, möhkəm olmalıdır kimi cümlələrimiz. Təbii ki, bu bir uşaqda duyğularının bastırılmasına, özünü düzgün ifadə edə bilməməsinə səbəb ola bilər. Və yaxud da ki, qız uşağı ağır olmalıdır, qız uşağı belə davranmamalıdır kimi cümlələri onların öz duyğularını düzgün ifadə etməmələrinə səbəb ola bilər. Burada artıq biz bir övladın qız və yaxud da oğlan olmasına bağlı deyil də bir şəxsiyyət kimi necə formalaşmasına yönəlməmiz daha doğru olmalıdır. Beləliklə, müasir dövrdə uşağın tərbiyəsi cinsindən daha çox valideynin məsuliyyəti və dövrün tələbləri ilə ölçülür. Sürətlə dəyişən cəmiyyət uşaqlardan fərqli bacarıqlar tələb etdiyi kimi valideynlərdən də daha çevik və düşünülmüş diqqətli yanaşma gözləyir. Bir sözlə, ən vacibi valideynlərin uşağı sevgi, diqqət və düzgün tərbiyə ilə dəstəkləməsidir. Firuzə Məlikzadə, Ələkbərov, Cəfər Qasımov, Xəbər Ertəsi.